İsmət, daha da Azərbaycan mədəniyyəti 2040 söhbətlərinə başlayırıq. 2040 Azərbaycan mədəniyyəti konsepsiyası bir dövlət proqramıdır və bu proqramın da dili təbii ki, bürokratik dildir. Əvvəlcə istəyərdim ki, biz bu bürokratik dili yazıçıların, şairlərin, yəni mədəniyyət adamlarının dilinə tərcümə eləyək. Eləyək. Deməli, birincisi gəlib rahat olması üçün bu sərəncamı biz konsepsiya adlandıraq. Bundan sonra konsepsiya deyək ki, işimiz belə asan getsin. Bu konsepsiyada Mədəniyyət 2040 konsepsiyasında görüləsi işlər şərti olaraq 3 mərhələyə bölünüb və 5 illik 3 mərhələdən ibarətdir. Və elə birinci başlanğıcdaca, birinci avqustdaca deməli mədəniyyəti yeni mədəniyyət siyasəti və müasir mədəniyyət modelinin yaradılması kimi ifadələrdən istifadə olunur burada. Bu da onu göstərir ki, bu özündən əvvəlki mədəniyyətlə bağlı sərəncamları və dövrləri bir arxa plana atır, onu keçmiş hesab eləyir. Yeni bir mərhələnin açılmasından belə deyək, söhbət gedir burada. Mən bunu istəyirəm dünya ədəbiyyatındakı həmişə aparıcı olan universal iki belə məcazla, metafora ilə ifadə edeyim. Mənə elə gəlir ki, deməli müstəqillik dövründən 2-ci Qarabağ müharibəsinə qədərki dövrümüzü biz şərti olaraq Troya dövrü adlandıra bilərik. Yəni müharibənin gətirdiyi əhval-ruhiyyənin daha aktual olduğu bir dövr. Bu dövrdə yəni Yelenası oğurlanmış, yəni Qarabağını itirmiş ölkəmizin ədəbiyyatında nə yazılsa, kinematografiyasında nə çəkilsə, özündən asılı olmadan istər-istəməz bir elegiya alınırdı. Ağı atmosferi olurdu, bir hüzn çökürdü hər şeyin üstünə. Troya dövründə biz bundan başqa məncə biz öz Axilles dabanımızı da bildik. Yəni zəifliklərimizi, çatışmazlıqlarımızı tanıdıq. Troya dövründə biz xəyanətin bəzən mükafat cildində gələ biləcəyi Troya atı ilə tanış olduq, onu anladıq. Və mənə elə gəlir ki, bu dövrkü mədəniyyətimizin əsas motivini biraz da bu Marcel Proust'un məşhur romanının adını azmaz dəyişdirib desəm, yəni o itirilmiş zamanın sorağındadır, itirilmiş məkanın axtarışında, yəni Qarabağın axtarışında idi. Bu mərhələ zəfərlə bitdi. 2-ci Qarabağ müharibəsindən sonra, zəfərimizdən sonra bu gün artıq 2026-cı ildə elan olunan sərəncamla bizim Odisseya dövrümüz başlayır. Odisseya dövründə də eyni ilə Troya dövründə dediyimiz kimi həmin o mifoloji mətnin, bu universal mətnin içərisindən çıxış eləyib desək, bu dövrdə də artıq bizim öz kimliyimizə, mənliyimizə, öz varlığımızın evinə doğru bir qayıdış başlayır, necə ki Odisseyadadır. Amma elə bil həmin Odisseyadakı çatışmazlıqları da biz elə bil artıq müəyyən məcazlarla burada onun elementlərini görə bilirik. O da ondan ibarətdir ki, burada Lotus adasında mürgü vuranlar da var. Burada müvəqqəti trendlərin, etiket ədəbiyyatının eol küləkləri ilə səmtini itirənlər də var. Polifem təpəgözlər kimi hər şeyə birgözlü baxanlar da var. Ancaq bunların hamısı elə bilirəm ki, belə evə qayıdarkən keçməli olunan sınaqlardır, əngəllərdir, yolun apardığı, yolda olmalı olan maneələrdir. İndi 2040-a doğru gedərkən, yəni biz bədii ədəbiyyatdakı üslubi sadəliyin də, mürəkkəbliyin də həqiqisini tapmaq üçün mənə gəlir ki, bu sərəncamda olan digər məsələlərə keçə bilərik. Mənə gəlir ki, bundan, yəni bu mənim şərti olaraq başlanğıc olaraq iki belə dövrləşdirməmdir. Troya dövrü, yekunlaşmış dövr, Odisseya dövrü, artıq başlayan, davam edən dövr. İsmət, sən öz tezisini iki metafora üzərində qurdun. Mən də istəyirəm ikinci sualımı bir metafora üzərində qurum. Bu konsepsiyada əsas məsələlərdən biri Azərbaycan dili məsələsidir. Müstəqillik dövrünə qədər biz Azərbaycan dilini qorumaqla məşğul idik. Amma indi biz artıq dilimizi inkişaf etdirməklə məşğul olmalıyıq. İnkişaf da bir təkamül hadisəsidir, təkamül prosesidir və səbr tələb edən prosesdir. Mənim metaforam, sualımdakı metafora bundan ibarət olacaq ki, biz bu inkişafda 40-cı otağın qapısını açmağa tələsməməliyik. Tamamilə doğrudur. Doğrudan da konsepsiyada mərkəzi anlayışlardan biri, yəni konsepsiyanın onurğasını təşkil edən anlayışlardan biri Azərbaycan dili məsələsidir. İndi sosial şəbəkələrin, ticari ədəbiyyatın bu tezbazar dili qloballaşmanın gətirdiyi, belə deyək də, təkanla, təsirlə ayrı-ayrı ölkələrin, milli mədəniyyətlərin dilini belə bir gətirib bir transparan dilə, şəffaflaşmış, bu tayından o tayı görünən bir dilə çevirir.
Halbuki doğrudan sənin sualında da bizim dediyin kimi, yəni bizim mifologiyada o məşhur obraz var da, səbrin timsalı olan, əgər sən 40-cı qapını, 40-cı günü gözləmədən onun qapısını açsan, qıratın qanadları çıxmaz. Daha kamil, daha təkmil bir varlığa, nəticəyə gəlib çıxa bilməzsən. Bunun üçün səbr lazımdır. Burada mənə elə gəlir ki, ikinci dillə bağlı məsələ özünə məxsusluğun, müəllif özünə məxsusluğun ikinci plana atılmasıdır. Ümumi dünyada gedən trendlərin işığında deyirəm bunu. Halbuki biz bilirik ki, müəllif yaradıcı əl barmaq izi olan adamdır. Müəllifi digər müəlliflə fərqləndirən onun yaradıcı əl barmaq izidir. İndi elə bil bu yaradıcı əl barmaq izi o qədər vacib hesab olunmur. İndi elə bil adamlara əlcəklə yazmaq tərqin olunur. Yəni iz əl barmaq izi qalmasın. Bu mənə elə gəlir ki, deyəsən bu özünə məxsusluğun qışındayıq. İndi o bahara doğru getmək üçün tədbirlər görülməlidir. Dillə bağlı bir başqa məsələ, yəni 2040-a doğru gedərkən mənə elə gəlir burada da bir ayırd eləməli olduğumuz vacib məsələ. Bəzən sadə yazmaqla mürəkkəb yazmağı bir-birinə qarşı qoyurlar. Amma burada məsələ sadə yazmağın peşəkarlığı ilə mürəkkəb yazmağın peşəkarlığı eyni tərəzidədir. Söhbət diletant sadə ilə diletant mürəkkəbi bir-birindən ayırmaqdır. Yəni bütün mürəkkəb yazanlar yaxud bütün sadə yazanlar hamısı əlbəttə ki, yaxşı deyillər. Bu müəllifin öz seçimidir. İstər sadə üslubla yazar, istər mürəkkəb üslubla. Söhbət burada kriteriya kimi biz meyar kimi ustalığı, peşəkarlığı götürməliyik. Yəni hər yerdə sadəlik mürəkkəbliklə belə deyək konfliktdə qarşı-qarşıya deyil əslində. Və nəhayət elə bilirəm ki, dilimizin mədəni immunitetini qorumaq, onun intellektual əzələsini bərkitmək üçün biz bunu ağıllı kitabların dövriyyəsinə, ağıllı kitabların həyatımıza daha çox daxil olmasına, repertuarımıza, menyumuza daxil olmasına çalışmalıyıq ki, bunu da dünya mədəniyyətinin, dünya mədəni irsinin elmi kütləvi kitablarının tərcüməsi ilə, şərhi ilə, öz müəlliflərimizin bu tipli kitablarının daha çox yazmağa təşviq olunması ilə nail ola bilərik ki, yəni dil deyəndə biz ancaq şeiri, romanın, hekayəni, bədii ədəbiyyatın o özünə məxsus təxəyyül dünyasını nəzərdə tutmalı deyilik. Ağıllı mətnlər, fəlsəfi mətnlər, sosioloji mətnlər, intellektual mətnlərə də diqqət yetirməliyik. Yəni qıratımızı şumluğa salmalıyıq. Şumluğa da salmalıyıq. İsmət, dedin ki, dilimizin inkişafı üçün Azərbaycan dilini daha ağır mətnlərdə sınamalıyıq. Yəni elmi kütləvi, fəlsəfi mətnlərdə dilimizi sınaqdan keçirməliyik. Burada da əsas məsələlərdən biri tərcümə məsələsidir. Biz dünya dillərindən özümüzə hansı mətnləri tərcümə etməliyik? Özümüzdən, öz mədəniyyətimizdən hansı mətnləri dünyaya tərcümə olunmaq üçün təqdim etməliyik? Hə, burada deməli gəlirik artıq mədəniyyətimizin dünyaya eksport olunması, ixrac olunması məsələsinə. Yəni dünyadan əlbəttə ki, zövqlü, peşəkar, dəyəri olan, fundamental belə deyək də, qəbul görmüş müəyyən bir dəyər daşıyıcısı olan əsərləri çevirməliyik. Təbii müasir çağdaş mükafat almış o belə deyək trendləri də izləmək lazımdır. Yəni dünya nəyi müzakirə edirsə. Özümüzdən deməli həm klassik irsimizdən, yəni tərcümə proqramlarının əslində dünyadakı bütün proqramlara əgər nəzər yetirsək, görərik ki, biz əslində özümüzdən Amerika açmağa ehtiyac yoxdur burada. Biz sadəcə dünyada işlək olan, nəticə vermiş modelləri götürüb, özümüzə uyğunlaşdırıb, ona uyğun bir mexanizm qurmalıyıq və bu mexanizm gəlib bizi nəyə çıxartmalıdır? Həm klassik mədəni irsimizdən, həm də müstəqillik dövründən üzü bəri yaranan ədəbiyyatımızın say seçmə nümunələrini, əsərlərini, onlar ki, onların içərisində təmsil qabiliyyəti olan fərdlərin yazdığı, müəyyən bir dünya mədəniyyəti ilə qardaşcasına səsləşən dəyərlər var. Onları dürüst seçim, yaxşı tərcümə, peşəkar təqdimatla düzgün ünvanlarda çapına nail olmaq. Bax, bu ardıcıllığı mən təsadüfən demirəm, sözün belə sadalama xatirinə demirəm. Burada dürüst seçim olmasa, yaxşı tərcümə olmasa, peşəkar təqdimat olmasa və düzgün ünvanda çıxmasa, o nəticə verməyəcək. Yəni biz burada əslində diletantların qardaşlığına, işbazların sövdəgirliyinə yox, peşəkarların rəyinə və həmrəyliyinə vurğu salmalıyıq və inanmalıyıq. O nəticə verəcək. Biz hələlik indiyə qədər daha çox mədəniyyətin idxalçısı
təxminən qismində rolunda çıxış eləyirdik. İndi mədəniyyətimizin ixracı ilə bağlı düşünməliyik. Mədəniyyətimizin ixracı ilə bağlı fərdi təşəbbüslər olub bu vaxta qədər. Amma bu fərdi təşəbbüslər hamısı, yəni bir atımlıq barıtdan o tərəfə keçməyib, yəni əslində prinsipcə yox dərəcəsindədir. Yəni əgər mədəniyyəti biz nəhayət yaradıcı bir sənaye kimi görməyə başlasaq, onda əslində nəzərdə tutulandan daha sürətli nəticələr əldə edə bilərik və yeni mərhələyə daha sürətlə qədəm qoya bilərik. Yəni yalnız mədəniyyətimizi ixrac yolu ilə milli kimliyimizin lokallıqdan çıxardıb bir dünyəvi oyunçuya çevirə bilərik. Yəni əslində adamın özünü tanımağın yolu da onu başqa-başqa ünvanlarda test eləməkdir. Öz gücünü görməyin yollarından biri də budur. Yəni qapalı bir dar akvariumda yaşamırsan, sən dünya mədəniyyətinin əslində tərkib hissəsisən. Özünü tanımağın yollarından biri özünü onların sırasında görmək. Dediyim prosesdə biz həm də nəzərə almalıyıq ki, artıq ənənəvi dünyanın yox, rəqəmsal dünyanın sakinləriyik. Elədir. Yəni belə bir anlayış var da, biz bunu əslində əvvəllər də danışmışıq səndən. Daha da bununla bağlı çıxışlarımız da olub. Dünya indi rəqəmsal yerlilərlə rəqəmsal köçərlərin yaşadığı bir məkandır da. Bu aydın məsələdir ki, rəqəmsal yerlilər odur ki, onlar gözlərini açıb bu internet inqilabı, sosial şəbəkələr dünyasını içərisinə doğulan uşaqlar, bir nəsil. Rəqəmsal köçərlər isə ondan əvvəlki dövrdə yaşamış, sonra bura adaptasiya olmağa çalışanda, burada onlar özlərini o qədər də rahat hiss eləmirlər. Biraz belə naqolay davranırlar deyək ki. Yəni bu da özü də əslində belə deyək, bəşəriyyəti təxminən şərti olaraq mədəniyyətə münasibətdə iki yerə bölür və rəqəmsal mədəniyyət artıq mədəniyyətin içərisində mütləq nəzərə alınmalı çağdaş dövrdə anlayışlardan biridir ki, mədəniyyətin rəqəmsallaşması, rəqəmsal platformaların içərisində, yəni klassik ənənəvi kitabın və sairənin yanında artıq applikasiyaların, rəqəmsal dünyanın da nələrin, mədəniyyətin oralarda da təmsil olunmağı çox vacib məsələdir ki, çünki oralarda istehlak olunur. İndiki gənclərin dünyası oradadır. Bir də mən istəyirəm onu deyim ki, finalda deməli mədəniyyət anlayışı olaraq əksəriyyətin təsəvvüründə daha çox mənəvi ərazidir. Yəni bir çox digər məsələlərin, sahələrin yanında yedəyində gedir daha çox sanki. Yəni elə bil ki, qəhvənin yanında pulsuz biskvitdir, ikram edilən bir şeydir, müftədir, havayıdır, ehsandır. Təsəvvürümüzdə biraz belədir də mədəniyyət. Amma bu biraz ziyanlı düşüncədir də. Biz mədəniyyəti daha industrial bir şey kimi təsəvvür eləməsək, onda pərakəndəlikdən mütəmadiliyə, fərdi təşəbbüslərin o ötəri qığılcımından sistematikliyin o gur işığına keçə bilməyəcəyik. Bolşevizmdən qalma o öz fəaliyyətin Hüseynova bacılarının ayrı-ayrı versiyalarından canımızı qurtara bilməyəcəyik. İndi əsas məsələ odur ki, Troya dövrümüz artıq bitdi, Odisseyamız başlayıb, artıq yeni dənizlərə açılmaq, yeni dənizlərə çıxmaq vaxtıdır. Həm özümüzü tanımaq üçün, həm də özümüzü tanıtmaq üçün.